Qurban kəsməyin vaxtı məsələsi. Qurban kəsməyin vaxtı bayram günü, bayram namazı qıldıqdan sonra başlayır. Bayram namazı qıldıqdan sonra, bayram namazını qılmazdan əvvəl kəsilməsi icazəli deyil, qadağandır. Bu barədə hədislər oxuyacaq inşallah. Amma qurban kəsməyin son vaxtı isə qurbanın 4-cü günü, yəni bayramın 4-cü günü gün batana qədərdir. Yəni qurban kəsməyin birinci günü Zülhiccə ayının 10'udur, ikinci günü Zülhiccə ayının 11'i, üçüncü günü Zülhiccə ayının 12'si ve dördüncü gün, yani bayramın son günü Zülhiccə ayının 13'ü məğribə qədər, yəni gün batana qədər qurban kəsilməlidir. Ondan sonraya qurban gecikdirilməməlidir. Və ilk başlanğıc vaxtı da dediyimiz kimi bayram namazından sonra başlayır. Amma namazdan əvvəl kim kəsərsə, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, onun qurbanı qurban olaraq sayılmamışdır. Necə ki, hədislərin birində, Buxaridə gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim namazdan əvvəl qurbanını kəsibsə, onun yerinə başqasını kəssin. Və həmçinin başqa hədisdə o sahabə ki, namazdan əvvəl qurbanını kəsmişdi və Peyğəmbər sallallahu aleyhi və səlləm o sahabəyə deyir ki, sənin qoyunun, yəni kəsdiyin bu qoyun sadəcə ət üçün kəsilən bir qoyundur. Yəni qurban olaraq keçərli deyildir.